göbələyi yumaq qəti qadağandır. Ha, ben yoruldum öyle. Düzgün işlememiş. Hətta bunu bəzi belə deyim sizə, bəzi göbələk bitən yerlərdə göbələyin kötüyünü qopartmırlar. Bilirsiniz uşaqlar, göbələyi buradan kəsirlər, göbələyi. Bu yerin içində qalır. Ha, o torpağın içinde kaldı. Bəli. Bu qalır, bu lazım olur. Bunu çıxarır. Və bunu soyub göbələyi. Bu göbleğin niye yumak olmaz ki? Bakteriya var tərkibində. Toyuq ətini yiyirsiniz. Toyuq ete bakteriya vardı. Ona göre sağ verir. Toyuq etinde yönde. İğrenç değil yani. Ne? Toyuq etini yumadan yemek. Yox, niyə yeyirəm?